Hər vaxtınız xeyir. Bakı-Tbilisi-Bakı beynəlxalq sərnişin qatarı illər sonra yenidən fəaliyyətə başladı və Azərbaycan Dəmir Yollarının həyata keçirdiyi bu layihə həm turizm, həm də elə regionlararası əlaqələrin inkişafı baxımından mühüm hadisə hesab olunur. İlk reys artıq həyata keçirildi və qatar səhər saatlarında Tbilisiyə çatıbdı. Ötən gün saat 23:10-da Bakı Dəmir Yolu Vağzalından yola düşən sərnişin qatarı bugün səhər saat 9:04-də Tbilisiyə çatdı və Tbilisi Dəmir Yolu Vağzalında qatarın qarşılanma mərasimi təşkil olunmuşdu. Tədbirdə Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirinin müavini, o cümlədən də Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, Gürcüstan Dəmir Yolları Səhmdar Cəmiyyətinin baş direktoru və digər rəsmi şəxslər iştirak ediblər və beləliklə Azərbaycan Dəmir Yolları Bakı-Tbilisi-Bakı marşrutu üzrə beynəlxalq sərnişin daşımalarını rəsmi şəkildə bərpa edibdir. Qeyd edim ki, bu marşrut pandemiya dövründə dayandırılmışdı və uzun fasilədən sonra yenidən istifadəyə verilməsi böyük maraqla qarşılanıbdır. Məlumata görə marşrut üzrə İsveçrənin məşhur Stadler Rail Group şirkətinin istehsalı olan müasir yataq tipli vaqonlardan ibarət qatarlar hərəkət edir. Qatarlarda sərnişinlər üçün komfort, komfort plus və lüks sinfi xidmətləri təqdim olunur. Yeni nəsil vaqonlarda daha yüksək rahatlıq, müasir interyer, fərdi xidmət imkanları və beynəlxalq standartlara uyğun səyahət şəraiti yaradılıbdır. Və Azərbaycan Dəmir Yollarının açıqladığı hərəkət qrafikinə əsasən qatar hər gün Bakıdan saat 23:10-da yola düşəcəkdir və növbəti gün saat 8:41-də Tbilisiyə çatacaq. Tbilisidən isə hər gün saat 21:00-da yola düşən qatar növbəti gün səhər saat 6:24-də Bakıya çatacaqdır. Səyahət müddəti ümumilikdə təxminən 9 saat 30 dəqiqə təşkil edir. Bu müddətdə sərhəd və gömrük yoxlamaları da daxildir. Bildirilir ki, sərhəd prosedurları üçün Azərbaycan tərəfində 1 saat, Gürcüstan tərəfində isə əlavə 1 saat nəzərdə tutulubdur. Bakı-Tbilisi-Bakı qatarı Azərbaycan ərazisində Bakı Dəmir Yolu Vağzalı, Biləcəri, Yevlax, Gəncə, Akstafa və Böyük Kəsik stansiyalarında dayanacaqdır. Gürcüstan ərazisində isə qatar Qardabani stansiyası və Tbilisi Dəmir Yolu Vağzalında sərnişinlərə xidmət göstərəcəkdir. Bununla yanaşı Gürcüstana qatarla səfər edən sərnişinlər üçün vacib qaydalar da açıqlanıbdır. Azərbaycan Dəmir Yollarının məlumatına görə Gürcüstan qanunvericiliyinə əsasən 2026-cı il yanvarın 1-dən etibarən bu ölkəyə daxil olan bütün xarici vətəndaşlar üçün icbari səyahət sığortası tətbiq olunur və bu səbəbdən də Bakı-Tbilisi qatarı ilə səfər edən şəxslər sığorta sənədini əvvəlcədən əldə etməlidirlər. Səfər sığortasını istənilən sığorta şirkətindən onlayn platformalar vasitəsilə, eləcə də Bakı və Gəncə dəmir yolu vağzallarında fəaliyyət göstərən sığorta agentlərindən almaq mümkündür. Qeyd olunur ki, sığorta sənədi Azərbaycan Dəmir Yollarının əməkdaşları tərəfindən deyil, məhz Gürcüstan sərhədində bu ölkənin dəmir yolu əməkdaşları tərəfindən yoxlanılır. Buna görə sərnişinlərdən sənədi özləri ilə götürmələri xahiş olunur. Azərbaycan Dəmir Yolları həmçinin sərnişinlər üçün digər mühüm qaydaları da açıqlayıbdır. Bildirilir ki, qatara miniş zamanı sərnişinlər biletlə yanaşı pasportun əsli də təqdim olunmalıdır. MyGov platformasında əldə olunan rəqəmsal sənəd versiyası keçərli hesab edilmir. Bundan başqa 5 yaşadək uşaqlarla səfər edən şəxslər uşağın adına rəsmiləşdirilmiş pulsuz bileti təqdim etməlidirlər. Əgər uşaq yalnız bir valideynlə səfər edirsə, digər valideynin notarial qaydada təsdiqlənmiş icazəsi tələb olunur. Valideynsiz başqa bir böyüklə səfər edən uşaqlar üçün isə hər iki valideyndən notarial etibarnamə təqdim edilməlidir. Azərbaycan Dəmir Yolları sərnişinlərə sənədləri əvvəlcədən hazırlamağı və qatara minik üçün vağzala vaxtında gəlməyi tövsiyə edir. Qeyd edim ki, Bakı-Tbilisi-Bakı qatar marşrutunun yenidən fəaliyyətə başlaması həm Azərbaycan, həm də Gürcüstan arasında turizm və iqtisadi əlaqələrin inkişafına mühüm töhfə verəcəkdir və yeni marşrut xüsusilə avtomobil və hava nəqliyyatına alternativ, rahat səyahət imkanları təqdim etməklə diqqət çəkir.